Əgər bir gün bir qarağaya pislik etsəniz, bilin ki, o sizi əsla unutmayacaq və bunu illər keçsə də yadına saxlayaraq sizdən qisasını ala bilər. Əgər onlara yaxşı davransanız, hər gün eyni yerdə onlara qayğı göstərsəniz, yem versəniz, təşəkkür əlaməti olaraq həmin yerə qızıl və ya kağız pul gətirə bilərlər. Qarğalar haqqında çoxumuzun bildiyi yalnız onların qara rəngli və gür səsli quşlar olmasıdır. Lakin alimlərin araşdırmaları göstərir ki, qarğalar yer üzündə yaşayan ən ağıllı canlılardan biridir və bəzi bacarıqları hətta meymunlarla müqayisə olunur. Belə ki, qarğalar insan üzvlərini yadda saxlaya bilir. Alimlərin araşdırma məqsədilə maska taxaraq bəzi qarğalar tutublar. İllər sonra həmin maskaları qarğalara göstərdikdə onların maskanın tanıdığı təhlükə siqnalı verdiyi və bu siqnalı digər qarğalara ötürdüyü müşahidə olunur. Əgər bir insan qarğalara zərər verərsə, onlar həmin şəxsi uzun illər saxlaya bilər. Hətta digər qarğalar da həmin insanı tanımağı öyrənərək ona qarşı ehtiyatlı davranmağa başlaya bilərlər. Bir qarğa öldükdə ətrafdakı digər qarğalar onun başını toplaşır. İlk baxışdan bu yas məvəsinə bənzəyir. Əslində isə onlar təhlükənin səbəbini araşdırırlar. Əgər yaxınlıqda yırtıcı və ya başqa bir təhlükə varsa, bunu müəyyən etməyə çalışır və sürünü xəbərdar edirlər. Yeni Kaledoniya qarğası budaqları və yarpaqları formaya salaraq ağac qabıqlarının altında həşəratları çıxarmaq üçün alət kimi istifadə edir. Bu qabiliyyət heyvanlar aləmində olduqca nadir hallarda müşahidə olunur. Araşdırmalar göstərir ki, bəzi qarğa növləri yüzüdəki görüntünün özlərinə aid olduğunu müəyyən edəcək dərəcədə anlaya bilirlər. Bu isə onların yüksək idrak qabiliyyətinə malik olduqlarını göstərir. Bəzi təcrübələr göstərir ki, qarğalar gələcəkdə lazım olacaq alətləri əvvəlcədən seçib saxlaya bilir. Uzun müddət bu xüsusiyyətin yalnız insanlara məxsus olduğu düşünülürdü. Qara lələklərin altında gizlənən bu qeyri-adi zəka qarğaların quşlar aləminin ən maraqlı və ən ağıllı nümayəndələrindən birinə çevirir.